Mən məktəbdə oxuyurdum. Özdə dərnəkdə çalırdım, o dərbətdə, tar çalırdım. Bizim qonşumuz vardı, bir qadın xeylağı idi, çox xeyirxah qadın idi. Keçmişdi belə savadlı bir qadın idi. Bizə gəlib gedən idi. Gördü ki, 32-ci ildə bizim atamı da tutdular, əmilərimi də tutdular, Sibirə yolladılar, atam qazamatda oldu. Qızıl istəyirdilər vaxtı, deyir, qızıl lazımdır bizə belə də. Mənə orada xanım təklif elədi, deyir ki, sən tarda çalırsan, get buradan Bakıya. Orada konservatoriya var, muzikalni konservatoriya. Orada Üzeyir bəy var. O kömək eləyəsiz, o çox yaxşı, xeyirxah bir insandır. Sən get müraciət elə ona, o sənə kömək eləyər. Mən də anamdan bir vağın bileti pulu aldım. Bir neçə gündən sonra gəldim Bakıya. Getdim, orada soruşdum cəmaat. Deyir ki, konservatoriya bax burada olur, çıx, Üzeyir bəy də oradadır. Çıxar orada, soruşaq. İkinci mərtəbəyə çıxdım. Üzeyir bəy özü açdı qapını. Kim lazımdır sənə? Dedim ki, mən Üzeyir bəy, mən gəlmişəm burada. Özüm tar çalıram, daxil olmağa istəyirəm, bura konservatoriya daxil olmazsa. Gəl içəri, oturtdurdu mənə. Qulaq astı mənim sloxumu, yoxladı, bəyəndi. Bir, iki səsli, üç səsli yoxladım hamısını. Dedi, harada qalırsan? Dedim, Üzeyir bəy, mən elə vağzaldan düz bura gəlmişəm, sizi görmək üçün. Onda orada yataqxananın rəhbəri vardı, çağırdı onu. Dedi, oğlana bu yataqxanada yer düzəltinin. Qapısına gələni heç vaxt naümid qaytarmazdı Üzeyir bəy. Azacıq istedadı olana kömək əlini uzadar, musiqiçi kimi puxtələşməsində yardımcı olardı. Bu sarıdan Talih Hacının da üzünə gülür. Gənc tarzənin ifasını bəyənən dahi bəstəkar onu orta ixtisas musiqi məktəbinə qəbul etməklə bahəm, həm də Azərbaycan radiosunun xalq çalğı alətləri orkestrinə işə götürür. Bir iki il keçəndən sonra 35-ci ildir siz. Üzeyir bəy özü orkestrin çalanların yanında dedi ki, mən deyir Köroğlu operasını bəstələmişəm. Ora bizə bir tar, kemança çalan, notuna çalanlar lazımdı. Bunu aparacağım səni orada. Cemaat 5-6 nəfər adam idi. Mən də ora apardı opera teatrına. Bu teatrla 1938-ci ildə Moskvada keçirilən 1-ci Azərbaycan ədəbiyyatı və incəsənəti 10 günlüyünə yollanır. Bir zamanlar onu Bakıya gətirən qatar indi əks istiqamətə, SSR-nin paytaxtı Moskvaya aparırdı. Yol Dərbənddən keçirdi. Doğulub boya başa çatdığı qədim ulu şəhərdən, doğma yerlərdən keçdikcə 5 il əvvəlki kimi hiss həyəcanını boğa bilmirdi. Və bu yurt həsrəti onu bütün ömrü boyu izləyəcək, ana Dərbənd, Dərbəndin qızları kimi lirik, kövrək nəğmələrə çevriləcəkdi. Salırsan sən məni adana Dərbənd, sinəndə dil açdı qəlbimin simi, vermişəm könlümü mən sana Dərbənd, sinəndə dil açdı qəlbimin simi, vermişəm könlümü mən sana Dərbənd. Dərbənd, Dərbənd, Dərbəndi ana Dərbənd, vermişəm könlümü mən sana. Mahnı yazmaq həvəsi Hacıda Üzeyir bəyin açdığı xalq musiqisinin əsasları kursunda oxuduğu illərdə baş qaldırır. Böyük bəstəkarın rəhbərliyi ilə burada musiqi nəzəriyyəsinə yiyələnir. Şifahi xalq yaradıcılığını toplayıb nota salır. Xalq yaradıcılığından bəhrələnən gənc sənətçi
özü də ara sıra mahnılar bəstələyir. 1947-ci ildən təhsilini konservatoriyanın bəstəkarlıq sinifində davam etdirir. Bunacansa gənc musiqiçi daha bir sınaqdan çıxmalı olur. 1946-cı ildə onu Cənubi Azərbaycana göndərirlər. Təbriz Filarmoniyasını yaratmaqdan ötürü. Az müddət ərzində Təbriz Filarmoniyası nəzdində xalq çalğı alətləri orkestri, saççı qızlar dəstəsi, rəqs ansamblı yaradılır. 2 sentyabr 1946-cı ildə Mədəniyyət Ocağının təntənəli açılışı olur. Təbrizdəki əksər xarici konsulluqların nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Seyid Cəfər Pişəvərinin çıxışından dərhal sonra Hacı Xan Məmmədov səhnəyə qalxır və dirijor çubuğunun sehri ilə orkestri dilə gətirir. İlk konsertin səs sorağı bütün İrana yayılır. Bu xoşbəxtlik uzun çəkmir. Şah rejimi Təbrizi qan içində boğur. Küçə döyüşləri burulğanına düşən hacı çətinliklə də olsa özünü dəmir yolu vağzalına yetirir. Azadlıq fədailəri məcburiyyət qarşısında Azərbaycanın şimal torpaqlarına pənah aparmaq üçün qatara doluşsalar da maşinist vəziyyəti qarışıq görüb aradan çıxır. Neçə-neçə insanın taleyi təhlükə altında qaldığı bir vaxtda hacı sinəsini qabağa verib xeyirxah vağzal xidmətçilərinin köməyi sayəsində paravozu idarə edə bilən etibarlı adamı tapır. Bir vaxtlar hacını Dərbənddə repressiya cəngindən xilas edən qatar yenə də imdada çatır. İçində Filarmoniyanın solistləri olmaqla yüzlərlə fədai bu Nəcib oğlanın qətiyyəti sayəsində ölümün cəngindən xilas olur. Konservatoriyanın bəstəkarlıq fakültəsində oxuyanda da naxşı gətirir hacının. Qara Qarayevin sinifinə düşür. Üzeyir bəydən xalq, o vaxt hələ özü də gənc olan Qaradan klassik Avropa musiqisinin incəliklərini öyrənən tələbə bəstəkar, təhsil aldığı müddətdə müəllimlərinin ona olan ümidlərini doğrultmağa çalışır. Simfonik orkestr üçün vertüra, simli kvartet, violonçellə fortepiano üçün sonata, xalq çalğı alətləri orkestri üçün Neftçilər haqqında suita, xor, solist və simfonik orkestr üçün Sülh uğrunda kantatası onun yaradıcılıq imkanlarının göstəricisi idi. Müxtəlif musiqi janrlarında yazılan hər bir əsərdə bəstəçinin özünə məxsus üslubu, dəsti xətti aydın sezilirdi. Bu da Qara Qarayevin gözündən qaçmır. Tələbəsinə diplom işi kimi daha samballı, sonralar hacının əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən bir əsər, tar ilə simfonik orkestr üçün konsert yazmağı təklif edir. Mən Qaraqayevdən müraciət elədim ki, Qarafasoviç, mən özüm tar çalanam. Mən istəyirəm bu bizim tar, kamança, musiqi alətlərini skripka ilə o biri Avropa alətlərindən bir dərəcədə olsun. Onlar bacardığımı da indi mən eləyərəm, siz də mənə kömək eləyərsiniz. Qarafasoviç mənə dedi ki, bu 51-ci ildir, 47-də daxil olmuşdum konservatoriya, 1951-ci ildə diplom işi yazır burada. Dedi, mən sənə məsləhət görürəm, tar və simfonik orkestr üçün konsert yazarsan. Dedim, Qarafasoviç, mənə inanırsınızsa, mən minnətdaram sizə. 1952-ci il. Təkcə konservatoriyanı bitirən bir məzunun həyatında deyil, həm də Azərbaycan, bəlkə də şərq musiqi tarixində əlamətdar sayıla biləcək hadisə baş verir. Tar ilə orkestr üçün yazılmış konsert ilk dəfə olaraq görkəmli tarzən Əhsən Dadaşov və Azərbaycan Simfonik Orkestrinin ifasında musiqi ictimaiyyətinin diqqətinə çatdırılır. Bakı
bəstəkarlıq məktəbində. Ola bilər ki, bu nadir hal idi. Ha vaxt ki, Azərbaycan xalq çalğı aləti Avropa alətləri ilə birlikdə həm Azərbaycanda səslənmək hüququ qazanır, həm Azərbaycandan da uzaqlarda. İllər ötdükcə istedadlı bəstəkar bir-birinin ardınca tar ilə simfonik orkestr üçün 2, 3, 4, 5 saylı konsertlərini yazacaq. Bu əsərlər maestro Niyazi, Rauf Abdullayev, Nəriman Əzimov, Yaşar İmanov kimi dirijorların idarəsi ilə ən müxtəlif musiqi kollektivlərinin Hacı Məmmədov, Ramiz Quliyev, Ağasəlim Abdullayev kimi ustad tarzənlərin ifasında səslənəcək. Amma ilk konsertin xoş təəssüratı, doğurduğu rezonans uzun müddət unudulmayacaq. Tar ilə simfonik orkestr üçün 2 saylı konsertin də ayağı sayalı olur. Əsər keçmiş İttifaqın əksər konsert salonlarını gəzir. Moskvada İttifaqlar evinin sütunlu zalında səslənir. Azərbaycan musiqisini əsasından bilir. O, xalq çalğı alətlərində çalıb özü və Azərbaycan musiqisini oriental düşüncə ilə yox, orijinal, ürəkdən, daxildən gəlmə düşüncə ilə o Azərbaycan xalq musiqisini professional musiqiyə gətirir. Hər bir bəstəkarın dəstxətti vardı. Hacı Xan Məmmədovun özünə məxsus dəstxətti var. Hacı müəllim tarçalan olaraq tar konsertlərini yazır. Özü öz ifasını, tarın ifa imkanlarını nəzərdə tutub. Və birinci konserti yazanda o dövr ilk ifası nəzərdə tutmuşdusa, 5-ci konserti yazanda 5-ci konserti ifa eləyə bilən o sənətkarı nəzərdə tutmuşdu. Возьмите, пожалуйста, 15-я цифра. 15. Сейчас идет работа над большим сочинением, трехчастным концертом Гаджи Хан Мамедовым, который мы исполняем первый раз с ним. Интересная работа, и самое главное, я не устаю восхищаться и удивляться возможностями этого замечательного инструмента и, самое главное, исполнителя, мастера, который этот инструмент держит в своих руках. Azərbaycan tarı ilə Avropa və Rus musiqi alətlərinin vəhdətindən yaranan orijinal səslənmə Moskva dinləyicilərini heyran qoyur. Bu konsertlər harda ifa olunmuyor? Amerika Birləşmiş Ştatlarında ifa olunur. Kanadada, İranda, Türkiyədə, Almaniyada, Fransada, keçmiş Sovet ölkələrində, respublikalarında, yəni Moskvada, Peterburqda, Minskdə, Taşkentdə və bir neçə ölkələrdə, bir neçə şəhərlərdə mən onu deyə bilərəm, mən özüm ifa elədiyim bu 5 konsertin 5-ini də mən ifa eləmişəm və ilk dəfə olaraq Moskvada Qurultaylar Sarayında böyük maestro Niyazi ilə Hacı müəllimin konsertini ifa eləmişəm. Belə bir ifadə var. Yorulmaq bilmədən çalışmaq. Bu sözlər Hacı Xan Məmmədovun boyuna pişilib elə bil. Qocaman bəstəkar sözün əsl mənasında nəfəs dərmədən yazıb yaradıb.
Dövlət Musiqili Komediya Teatrı üçün yazdığı 2 operetta sənətkarın Üzeyir Hacıbəyov ənənələrinə sadiqliyini bir daha təsdiq edir. Oynaq musiqi, şirin melodiya, incə lirika, bir dəqiqə operettasını tamaşaçılara sevdirir. Teatrın 1965-ci ildə ilk Moskva qastrolunda olarkən göstərdiyi bu səhnə əsəri Kremldə hərarətlə alqışlanır. Nə edim ki, utancağam. O Hacı Xan Məmmədov əsəri gətirəndə hamı gördü ki, bu əsər musiqili komediya deyil. Bu əsər əsl operettadır. Operada yekə ariya oxunursa, operetta da arioza oxunur. Əsərdə çox ağır ariya var. Tuğayın çox bir ağır ariyası var, hansı ki, heç operin teatrda gedən ariyaların heç birinə can verməz. Bu musiqili komediya teatrında Hacı Xan Məmmədovun bir dəqiqə əsəri ilə operetta janrı yenidən pöhrələnməyə başladı. Operetta yazmaq asan deyil. Operettanın bilirsiniz ki, bizdə Üzeyir Hacıbəyov yaradıcısı olubdu və o ənənələri davam etdirmək çox çətindir. Çünki çox mürəkkəb ənənələrdir, çox yüksək səviyyəli ənənələrdir. Ancaq Hacı Xan Məmmədov bunu yerinə yetirdi. Hacı Xan Məmmədov ömrünün müdürlük çağında 1990-cı ildə yenə də musiqi aləmində ilk olaraq kamança ilə simfonik orkestr üçün konsert yazır. Kamança üçün konsert daha yadda qalan, musiqi tariximizdə yeni bir mərhələ oldu. İlk dəfə Ədalət Vəzirovun solo çalğısı və Ramiz Məlikəslənovun dirijorluğu ilə Niyazi adına simfonik orkestrin ifasında səslənən konsert tez bir zamanda məşhurlaşdı. Tekfen Qaradəniz Filarmoni Orkestrinin repertuarına salınaraq bütün dünyanı gəzdi. Soruşurlar ki, bu necə belə yazmışsınız? Dedim, valla mən bu kemançanın gözümün yaşını, gözüm yana-yana yazmışam. Çünki mənim həyatımda çox elə bir yaxşı keçməyib, əziyyət içində olmuşam. Çox dolandım gözəl Şuşa. Hacı müəllim mahnıları çox gözəl yazır, çox xalq stilində yazır, xalq stilində. Hacı müəllim mahnılarında bir dənə, məsələn, xoşa gəlməyən cümlə, xoşa gəlməyən avaz yoxdur. Hamısı milli stildə, milli zatda yazıb, karaletdə yazıbdır. Ona görə Hacı müəllimi hamı sevir. Qaldın qara yerlərdəsən, Qarabağını tək qartalım, necə yazım mən? Ömrünün 85 ilini arxada qoyan xalq artisti, Professor Hacı Xan Məmmədov ötənlərə boylananda bir qürur hissi keçirir. Günlərini boş yerə xərcləməyib, yelə verməyib. Azərbaycan Dövlət Konservatoriyasında neçə musiqi nəslinin yetişməsində danılmaz xidmətlər göstərib. O çox ciddidir. Öz musiqisinə, yazdığı əsərə çox ciddi yanaşır. Ona görə də onu və tələb eləyəndə də elə tələb edir ki, yəni ki, o necə musiqini necə duyub eləçinə də insanlara çatdırsın. Mənim xahişimi, mənim münasibətimi istəyirəm. Sən mənə kömək eləmişsən. Deyib, başqası versin. Bu günləri 20-dən artıq tarixlə simfonik və xalq çalgı alətləri orkestri üçün konsertlər var. Bu konsertlər demək olar ki, ilhamı Hacı Xan Məmmədovdan aldı.
Yəni bu konsert janrının təməli Hacı Xan Məmmədov tərəfindən qoyuldu. O Azərbaycanda bəstəkar kimi yaşamağa hüququ olan bəstəkardır. Onun professional səviyyəsi yüksəkdir və Hacı Xan Məmmədov öz yolunu tapıb Azərbaycan musiqisində və öz yolu ilə Azərbaycan xalqına xidmət edir. Hacı Xan Məmmədovun şəcərəsi Kərkükdən başlanır. Ulu babası Dərbəndə köç edib. Bəlkə də nəslinin narahat ruhu idi gələcəyin bəstəkarını vətənin paytaxtına gətirən. Bakı, Hacı Xan Məmmədova özünə məxsus qələbələr, nailiyyətlər şəhəri. Hacı Xan Məmmədov Bakı üçün, Azərbaycan üçün, əsrarəngiz musiqimiz üçün uğurlu tapıntı, yeni nəfəs oldu. Kərkükdən qalansa qan yaddaşı idi ki, mahnı və xoryatların həzinliyini, şirinliyini onun musiqisinə daşıdı. Və bu o musiqidir ki, Hacı Xan Məmmədov karvanını ötən əsrdən 21-ci yüzilliyə və gələcəyə daşıyır. Həyat dildən ayrı.